Salam, efirdə Region News'un informasiya buraxılışıdır. Sizinlə mən Turac İbrahimovayam. İkinci İlyanın vəfatı Tbilisini dünyanın diqqət mərkəzinə çevirdi. 2 milyona yaxın insan paytaxtın küçələrinə tökülmüşdü. Ətraflı materialımızda. Həmişə düşünürdüm ki, ölümdən qorxuram. Bu hadisələrdən sonra daha qorxmuram. Çünki ikinci İlya oradadır. Məni orada da qoruyacaq. Daha çox rahatam. Martın 17-si Gürcüstanın yaxın tarixində ağır bir səhvə açdı. Gürcüstan fərqli bir reallığa oyandı. Millət mənəvi atası 2-ci İlyanın ölümündən xəbər tutdu. Martın 18-i Gürcüstan xalqı patriarxal iqamətgahdan Sameba katedralına qədər yürüş etdi. Orada dayanan hər bir insanın hissləri sonsuz idi və bu hiss patriarxı göz yaşlarına boğmaqla yanaşı, həm də milləti birləşdirdi. Matəm günləri ölkəni birləşdirdi, zamanın axışını dayandırdı, onu vahid bir sükuta çevirdi. Kədər, dua və minnətdarlığın eyni vaxtda hiss olunduğu bir sükut. Ölümlə əbədi həyatın kəsişməsində uzun, üzünü səhərə açan gecələr əsrlər boyu uzanırdı. Yuxusuz gecələri birləşdirən göz yaşları yarım əsrdir daşınan ağır taleyin bir hissəsinə çevrildi. O böyük insandır. Patriarx 77-ci ildən bəri rəhbərlik edir. Bu müddət ərzində ölkəmizdə kilsə və monastırların sayının artmasında, möminlərin çoxalmasında böyük əməyi var. Biz əminik ki, o səmada, Tanrının yanında olacaq. Oradan çox sevdiyi millətinə, ölkəsinə, vətənimizə kömək edəcək. Bütün xristianların başı sağ olsun, patriarxı sevən hər kəsin başı sağ olsun. Söz deməkdə çətinlik çəkirəm. Allah rəhmət eləsin. Ruhu şad olsun. Allah bizə sülh və səbr versin. Allah onun istədiyi kimi həyatımıza davam etmə imkanı versin. Millətin kədəri, təşəkkürü və qəmi gözlərindən oxunur. Burada pravoslavlarla yanaşı hər millətin və dinin nümayəndəsi yer alır. Bu isə qarşılıqlı hörmətin əlamətidir. Çox ağır həyat yolu keçirərək ölkəni birləşdirdi. Özünün də istədiyi kimi ölümü də vətənimizi birləşdirdi. Ömür boyu bunun üçün çalışdığını təsdiqlədi. Mənim övladımın da kirvəsidir. Bu barədə danışmaq bizim üçün də ağırdır. Ürəkdə kədərlə sevinc hissləri qarışıb. Gürcü xalqı birdir, birləşə bilir. Patriarxın da dediyi kimi Allahın yolunu tutmalıyıq. O qaranlıqda gəzən işıq idi. Ölkə fırtına ilə mübarizə apararkən səsi sakit və ümidverici idi. Ümid itirəndə onun sözləri, gecə səmasında doğan günəş kimi ən qaranlıq gecəni belə işıqlandıraraq imanı yenidən oyadırdı. Onu dəfn günü məbədə qədər aparan yol fasiləsiz bir axınla dolu idi. Burada da millət görünən bir möcüzənin şahidi oldu. Patriarx müxtəlif dinlərdən olan insanları birləşdirdi. Paytaxt torpağı çoxsaylı qurbanların ağrısı ilə yüklənmişdi. Bunlar əbədiyyətə aparan və tarixdə əbədi qalacaq obrazlar idi. Hər dövrün, peşənin, mənşəyin və ya nəslin qəlbləri yalnız bir məqsəd üçün, əbədi vida üçün birgə döyünürdü. Tiflisin küçələri ağ güllər, çiçəklər, yaşlı, yuxusuz gözlərlə dolu idi ki, patriarxın 50 min xaç övladı səssizliyi "Səni sevirik, patriarx" fəryadı ilə qırırdı. Patriarx mənim kirvəm idi. Eşidəndən ailəmiz matəmdəyik. Vəfatından sonra tez-tez Samebaya gedirdim. Gürcüstanlılar üçün böyük itkidir. Patriarxın xaç atalıq etdiyi insanlar toplaşmışıq. Bizim üçün ən dəyərli insanı son yolçuluğa yola salmağa gedirik. Ümumgürcüstana kədərimi bildirirəm. İlk insandır ki, onu yaşayarkən də sevirdilər, hörmət edirdilər.
Gürcüstan dahi insanı, dahi şəxsiyyəti itirdi. O bizim mənəvi atamız idi. Bizim Gürcüstan üçün böyük faciə və dərddir. Kirvəmin vəfatı məni çox kədərləndirdi. Saçxerê-Çiatura eparxiyasına təşrif buyurmuşdu. Kəndimizdə onu qarşılayaraq görüşdük. Ağır itkidir. Uşaqları dəfnə gətirdim ki, patriarxımızı unutmayaq. Vəziyyət çox ağırdır. Patriarx bizim ümidimizdir. Biz Abxaziya qaçqınları ona çox böyük ümidlə bağlıydıq. Həyat ümidlə davam edir. Çətin anlarda dövlət öz tarixinin qarşısında xüsusi səfərbərlik və güclə dayandı. Bütün dövlət qurumları, beynəlxalq və diplomatik korpuslar, mərkəzi və yerli hakimiyyət orqanlarının nümayəndələri, ölkənin müdafiəçiləri və ruhanilər onunla vidalaşdılar. Hamı birlik olaraq sükut və ehtiramla dövrü ölkənin yaxın tarixini dəyişdirən və millətin inancını gücləndirən insanı yad etdi. Millətimizə müqəddəsimiz 2-ci İlyanın vəfatı ilə bağlı başsağlığı verirəm. Hər peşənin sahibi buraya gəlib kədərləndiklərini bildirirlər. Yas zəngləri bütün ölkəni vahid bir sahəyə çevirdi. Həm şəhərlərdə, həm də kəndlərdə ağır və uca səs Cənnət Gürcüstanında unikal bir sonluq və davamın simvolu kimi eşidilirdi. Dünya nümayəndə heyətlərinin, dini liderlərin və patriarxların başsağlığı mərasimi diqqətə layiq idi ki, bu da bir daha onun töhfəsinin beynəlxalq əhəmiyyətini vurğuladı. İkinci İlyanın adı və nüfuzu çoxdan ölkənin hüdudlarını aşmış dünya pravoslav məkanında mühüm yer tutmuşdu. Tsxeta Tbilisi arxiyepiskopu, Biçvinti və Suxum Abxaziya mitropoliti, bütün Gürcüstanın katolikos patriarxı, əxlaqa və tanrısevər həyata ən yüksək səviyyədə hörmət edən bir insan, 2-ci İlyanın vəfatına necə böyük kədərlə yas tutmaya bilərik. Tarixi Gürcüstan ölkəsinin müqəddəs kilsəsinə yarım əsr hökmranlıq etmiş müdrik lideri itirdi. Allahdan qorxan Gürcü xalqı son nəfəsinə qədər Allahın tərbiyəsi, mənəvi möhkəmlənməsi, sosial tərəqqisi və rifahı üçün ayıq-sayıq olan qayğıkeş və sevən bir atasını itirdi. Bəlkə də keçmişin layiqli katoliklərindən heç biri onun adını mübarək və maariflənmiş Patriarx 2-ci İlya qədər Gürcüstan, kilsə, millət, dövlətçilik və Qafqaz bölgəsində sülh məramlı ilə eyniləşdirə bilməzdi. Martın 22-si Gürcüstanın müasir tarixində çətin gündür. Bu gün patriarxın sağlığında qoyub getdiyi vəsiyyətnamənin yerinə yetirildiyi gündür. Gürcü xalqı patriarxı son mənzilə yola saldı. Minlərlə insan 2-ci İlyanı mərsiyələr və ağ güllərlə müşayiət edərək Sion katedralına apardı. Hər addım, hər səs böyük bir şükranlığa çevrildi. Doğma kilsəyə aparan yol insan dənizinə çevrildi. Artıq bu sadəcə bir yürüş deyildi, millətin vahid ürək döyüntüsü idi və o Siona yaxınlaşanda sanki kilsənin özü sükuta qərq olmuşdu. Yuxusuz gecələr bitdi. Təşəkkür edirik, patriarx. Səni sevirik, patriarx. Martın 22-sində təhlükəsizlik polisi müqəddəs Sameba katedralı yaxınlığında mümkün terror aktı barədə anonim məlumat alıb. Hüquq mühafizə orqanlarının əməkdaşları anında əlaqə saxlayan həmin yetkinlik yaşına çatmayan şəxsi tapdılar. O cinayəti etiraf etdi. Dəlillər müsadirə edildi. Azyaşlı yalan məlumat verməkdə ittiham olunur. Bu ittiham isə 3-dən 6 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Marneuli Bələdiyyəsi ümum mərasimə, matəm mərasiminə başsağlığı ilə qoşulub, yerli hökumət nümayəndələri bir daha 2-ci İlyanın ölkənin mənəvi inkişafına və həyatına verdiyi xüsusi töhfəni vurğuladılar. Onlar hesab edirlər ki, patriarxın həyatı və fəaliyyəti Gürcüstan tarixində əhəmiyyətli bir iz buraxan və əhəmiyyətli gələcək nəsillərə ötürüləcək sədaqət, güc və mənəvi xidmət nümunəsidir. Gürcüstan matəmdədir. Biz Marneuli sakinləri, nümayəndələri Samibba kilsəsinə gəlmişik ki, 2-ci İlyanı son mənzilə yola salaq. Bu bizim borcumuzdur. Çox təəssüflənirik. Bizim üçün ağır itkidir. Ümum Gürcüstanımıza bu itkiyə görə başsağlığı verirəm. Marneuli Bələdiyyəsi olaraq gəldik ki, onu son mənzilə yola salaq. Biz dahi bir insanı itirdik. O illərdir vətənimizi, ölkəmizi qoruyurdu. Patriarxımız 2-ci İlyanı son mənzilə yola saldıq. O ölkəmiz üçün 50 il əmək verdi. Bu müddət ərzində vətəndə xeyli kilsə inşa olundu. Hər birində dualar oxunur. Hər birimiz onun ölümünə görə təəssüflənirik. Patriarxımız səmavi dünyaya köçərək bizi oradan qoruyacaq. 2-ci İlyanın vəfatı ilə əlaqədar Marneuli ilə Qardabani bələdiyyələrində həm Novruz, həm də Ramazan bayramlarına həsr olunmuş tədbirlər ləğv edildi. Bu barədə Marneuli Bələdiyyəsinin meri Daur İsmailov məlumat verdi. Onun sözlərinə görə bələdiyyədə müxtəlif dinlərin nümayəndələri illərdir mehribanlıqla yaşayırlar və tədbirlərin ləğvi əhalinin və meriyanın birgə qərarıdır. Xatırladaq ki, martın 21-də Marneulidə bayram konserti planlaşdırılırdı. Ramazan bayramı da həmin vaxtda təsadüf etmişdi. İnformasiya buraxılışı sona çatdı. Hörmətli tamaşaçılar, yenidən görüşmək ümidi ilə sağlıqla qalın.